Mövzunun xülasəsi budur ki, kainatda ən təhlükəli məsələlərdən biri silahı dəlinin əlinə verməkdir. Birlikdə diqqət edək. Bu çox ziddiyyətlidir. Kainatda ən təhlükəli məsələlərdən biri silahı dəlinin əlinə verməkdir. Deyə bilərsən ki, bunun bir-biri ilə nə əlaqəsi var? Cavab verim ki, əziz qardaş, möhkəm əlaqəsi var. Çünki Əhl-i Beytin davamçıları dünyada milyonlarladır və Orta Şərqin ən mühüm ərazilərində yayılmışlar. Elmi, mədəni və fəlsəfi tarixlərə malikdirlər. Dünya mədəniyyətinə böyük xidmətlər təqdim etmişlər. Onların yaşadıkları yerlərə nəzər yetirsək görərik ki, həmin yerlər neftlə daha zəngin olan yerlərdir. Doğrudur ki, bəzi problemlər vardır. Lakin onlar bundan yorulmurlar. Zamanın xeyirlərinə işlədiyini bilirlər. Gözləmək adlı əqidə ilə yaşayırlar. Həmçinin onların Aşura adlı ruhani enerjiləri vardır. Bu növ cəmiyyətin ruhani rəhbərliyi böyük bir güc hesab edilir. Təbiidir ki, bu məqam çox cazibədardır və daim din oğrularının hədəfinə çevrilir. Belə ki, mərcəyi təqlid Həzrəti Seyyid Sistani tərəfindən bir gündə və bir çağırışla milyonlarla könüllü əskərlər toplandı. Təsəvvür edin ki, bu mənzərəni görən istismarçılar nə hiss edirlər? İstəyərlər ki, insanların qəlblərinə və əqidələrinə hakim olsunlar. Necə ki, bəzi insanlar var, peyğəmbərlik iddia edir, bəziləri də imamət iddia edir. Elə insanlar da var ki, imamın səfiri olduğunu iddia edirlər. İndi bilirik ki, nə üçün bu məqam səhv əllərə düşməsin deyə belə möhkəm bir səviyyədə qorunur. Axı nə üçün bu dini məqam daim din oğrularının hədəfinə çevrilir? Onların bəziləri mərcələrə ikrah hissi bəsləyir. Əgər sənin dini piratlıqla məşğul olan dostun varsa, ağlına təsir edəcək və səni azğın hərəkata qoşulmağa dəvətə çəkəcək. Çünki o, bunu əvvəllər eşitməmişdir və Əhl-i Beyt davamçılarında yeni bir fikirdir. Gəlin indi bu silsiləni sona qədər dinləyək ki, özün bu azğın hərəkatın Səddam Hüseynin rejiminin süqutundan sonra necə meydana gəldiyinə yəqinliyin olsun. Bunda yeni heç nə yoxdur. Eyni hadisələr təkrar olunur. Deməli, hicrətin 260-cı ilində İmam Mehdi əleyhissalamın kiçik qeybi başladı Və təqribən 70 il davam etdi. İmam Mehdi əleyhissalam atası İmam Həsən Əskəri əleyhissalamın vəkillərindən biri olan Osman İbni Səid Əl-Əmrini seçdi. Onu özü ilə cəmaat arasında bir vasitəçi seçdi. Həmin vaxtlarda batil iddialar hərəkatı çox nadir idi. Birinci səfir vəfat etməzdən əvvəl İmam tərəfindən Muhammed İbni Osman Əl-Əmrinin səfir təyin edilməsi haqda əmri gəldi. Elə həmin vaxtdan da saxta dini cərəyanların qapısı açılmağa başladı. Çünki dəccallar fürsəl bilib, onu imam tərəfindən deyil, birinci səfir olan atası tərəfindən təyin edilməsi ilə ittiham etdilər. Üçüncü səfir Hüseyn İbni Ruh Əl-Növbəxbinin vaxtında dəccalların hərəkatı elə həmin mərhələdə də davam edirdi. Dördüncü, yəni sonuncu səfir Əli İbni Muhammed Əs-Səmri oldu. Onun vaxtında din oğrularının hərəkatı azaldı. Çünki cəmaat iddiaçıların üslublarını artıq bilir və daha yaxşı anlayırdılar. Dördüncü səfir vəfat etdikdə böyük qeyb və ümumi fəqihlərə müraciət dövrü başladı. Bu da imamət yolunda ən işıqlı yol oldu. İndi də gəlin qaranlıq tərəf baxaq. Hansı ki yolu çaşdırmağa çalışır. Gəlin bu silsilənin qəhrəmanlarını tanıyaq. Birincisi, Muhammed İbn Nəsir Ən-Numeyri. Hansı ki birinci səfir vəfat etdikdən sonra səfirlik iddiası etdi. O aldadaraq bir neçə nəfəri ətrafına topladı və onlar Numeyrilər adlandırıldılar. Ondan bunun kimə ötürüləcəyi barədə soruşduqda ağır bir dillə Əhmədə dedi. Sonra işi bitdi. Problem onda idi ki, oğlunun adı Əhməd idi. Həmçinin ətrafındakı cəmaatdan ikisinin də adı Əhməd idi. Beləliklə də onlar 3 firqəyə bölündülər və hər biri Əhməddən məqsəd mənəm dedi. Gör ki, zəlalətə aparan ən asan hərəkat bölünür və parçalanır. Hətta 5 və 6 olsalar belə yenə də parçalanır. Çünki mübarizə rəhbərlik uğrundadır. Hətta 2 nəfər üzərində rəhbərlik olsa belə. İkincisi, Əhməd ibn Hilal Əl-Əbərtai, hansı ki İmam Həsən Əskəri əleyhissalamın səhabələrindən idi, o 54 il həcc ziyarətinə getmişdi. Onlardan 20-sinə piyada getmişdi. O, zahidliyi və təqvası ilə tanınardı. O, birinci səfir Osmas ibn Səidə etiraz etmirdi, lakin qəlbində olan həsəd onu ikinci səfir Muhammed ibn Osmanı inkar etməyə gətirib çıxardı. Beləliklə də o, imamın qapısı və səfiri olduğunu iddia etməyə başladı. Şia alimləri hər dəfə onu haqq yoluna qaytarmaq və axirəti xatırlamaq istəsələr də daha çox inadkarlıq edərdi. Onun yoldan azması xəbəri insanlar arasında ildırım kimi yayıldı. Lakin sonda din şəxslərdən daha izzətli olduğu üçün İmamiyyə cəmaatı ondan bəraət aldılar və Allahdan
onun axirətinin xeyirli olmasını dilədilər. Üçüncüsü, İbn Əbu Ələzagir Əş-Şilməğanidir. Burada problem daha da ağırlaşdı. Belə ki, Şilməğani əvvəllər xoş insan idi. İkinci səfir Hüseyn ibn Ruh cəmaata Bəni Bəstan cəmaatını tövsiyə etdi ki, onlara öyrətsinlər və fayda versinlər. Lakin təəssüflər olsun ki, qəlbi zəif olan bəzi insanlar layiq görüldükləri şöhrət və məqama təhəmmül edə bilmədilər. Şilməğani də dinin əsaslarını vurmağa başladı. İstədiyini halal və haram etdi. İndi də sizə o vaxtlarda mövcud olan xurafatlardan birini misal çəkim. Belə ki, o iddia etdi ki, Həzrəti Zəhra əleyhissalamın ruhu ikinci səfirin qızının cəsədinə geri qayıtmışdı. Hüseyn ibn Ruh bidəti eşidib, oyunun ipini dərhal anladı və Şilməğaninin hara üz tutduğunu başa düşdü. Odur ki, Bəni Bəstana məktub yazdı, onu rədd etmələrini əmr etdi və onları xəbərdar etdi ki, bu söhbət onun özü üçün bəzi məqamları iddia etməyə bir hazırlıqdır. Gözlənilmədən Bəni Bəstan həmin məktubu rədd etdilər və Şilməğaninin yanında yer aldılar. Bu da qəlbi xəstə olanların halıdır. Elə ki, sənə düşüncələrinə uyğun olan bir fikir yetişərsə, nə qədər qəribə və nadir olsa belə ondan yapışacaqsan. İstər bu fikir dinin həqiqətlərinə uyğun gəlsin, istərsə də gəlməsin. Şilmiyani də cahil toplumu görüb daha da irəli gedərək peyğəmbərlik iddia etdi. Tam olaraq 3-cü səfirliyi iddia etdiyi kimi. Əbbasi hökuməti də buna tamaşa edirdi və bu haldan çox rahat idi. Çünki Şia alimləri bundan narahat idilər. Lakin elə ki, o tədricən Allahlıq iddia etdi, hökumət bundan narahatlıq hiss etdi. Beləliklə də Şilmiqani həbs edilərək edam edildi. Dördüncüsü, Hüseyn İbni Mənsur Əl-Həllacdır. Bu şəxs əsasən şiə deyildi, əhl-i sünnə məzhəbində sufi idi. Lakin buna baxmayaraq İmam Məhdinin səfiri olduğunu iddia etdi. O da həmçinin həddini aşaraq Allahlıq iddia etdi. Belə ki, o deyirdi: Ey cəmaat, cübbəmin altında Allahdan başqa heç nə yoxdur və ya cübbəmin altında yalnız Allah vardır. Nəuzubillah. Onun davamçılarından bəziləri ən rəzil imana sahibdilər və onun sidiyinin şəfa olduğunu güman edirdilər. Həllac özünü inandırıcı göstərib İsmail ən-Növbəxtiyə məktub göndərdi. Hansı ki, Növbəxti şiənin möhtərəm alimlərindən biri idi. O, ondan ona iman gətirməsini tələb etdi. Növbəxti isə dedi: Sənə bir şərtlə iman gətirərəm ki, mən qoca bir insanam, təravətim və cavanlığım da aradan gedib. İstəyirəm ki, məni 20 yaşıma geri qaytarasan. Həllac da hazırlıq görüb Qum şəhərinə yola düşdü. Lakin Növbəxtinin lətifəsi şəhərə ondan əvvəl yetişdi. Belə ki, Qum əhli Həllacı çalçağırla qaşıladılar və qəfə, qəfə deyə səsləndilər. Yəni, rədd ol get. Beləliklə də onu şəhərdən qovdular. Bu nümunələr kiçik qeyb zamanda baş verənlərdir. Günlərin birində İmam Sadiq əleyhissalamın səhabələrindən biri Müfəzzəl İbni Ömər, imamın qeyb əsrindən və cəmaatın İmam Məhdi əleyhissalama ehtiyac duyacaqlarından danışdığını eşitdi. Ona görə möminlərin gözləri ağlayacaq və gəminin dənizin dalğalarında yırğalandığı kimi yığılanacaq. Yalnız Allahın əhd peyman aldığı, qəlbində iman yazdığı və öz tərəfindən ruhla gücləndirildiyi kəslər nicat tapacaqdı. Bir-birinə bənzər 12 bayraq qaldırılacaqdı. Hansının hansı olduğu bilinməyəcək. Müfəzzəl deyir: Bu zaman ağladım. Sonra da dedim: Bəs biz necə etməliyik? O buyurdu: Ey Əbu Abdullah. Sonra otağa daxil olan günəş işığına baxaraq buyurdu: Bu günəşi görürsənmi? Mən də dedim: Əlbəttə. O buyurdu: Allaha and olsun ki, bizim məsələmiz bu günəşdən daha aydındır. İnsanların zəlalət bayraqları ilə imtahan ediləcəyindən danışır. Buna baxmayaraq, həqiqət günəş kimi aydındır. Lakin sən gözlərini bağlayıb, dünya qaranlıqdır demə. İndi də gəlin, dinin oğruları silsiləsindən 5-ci nümunəyə baxaq və bəzi insanların necə gözlərini yumduqlarını görək. 5-cisi, Əli Muhammed Əş-Şirazi 200 il əvvəl Babiyyə firqəsini təsis etmişdi. Sonra da Bəhai dinini. Günəşin vurması hekayəmiz əqidəni təhdid edən bir təhlükəyə çevrilir. O, uşaq ikən İran şəhərlərinin birində dayısının yanında yaşayırdı. O, öyrənməyə həvəsi olmadan böyüdü. O, təhsil almaqdan xoşlanmazdı. Lakin onun sehir və fokus göstərməyə həvəsi vardı. Yorucu işlər görməyi xoşlayardı. Məsələn, Bəsrənin 50 dərəcəyə çatan istisi kimi, istisi olan yayın qızmar çağında dama çıxar və başı açıq halda bütün günü namaz qılardı. Görəsən bu insan dini səhv anlamışdı, onun psixoloji problemi vardı, biz bunu bilmirik.
Əsas odur ki, psixologiyasının dəyişməsi özünü biruzə verirdi. Dayısı da belə qərar gəldi ki, onu həmin yerdən azacıq soyuq olan bir yerə göndərsin. Beləliklə də onu Kərbəlaya göndərdi. Kaş ki o bunu etməzdi. O Kərbəlada Bəsrə şeyxlərinin rəhbəri Kəzim Ər-Rəşdinin dərslərində iştirak etdi. O müəllimi vəfat edənə qədər orada təhsil aldı. Sonra Əli Muhəmməd İrana geri qayıtdı və iddia etdi ki, həqiqətən də o İmam Məhdinin xüsusi qapısı və mütləq səfiridir. Qəribəsi ondadır ki, belə bir ruhi xəstənin yanına bu qədər çoxlu var-dövlət necə toplana bilər? Tez bir zamanda bəzi şübhə edənlər onun ətrafında necə toplana bilər? Onların ən barizi 4 nəfərdir. O 4 nəfərin də ən barizi həddən artıq gözəl olan Zərrintac və ya Qurratul Eyn olan bir qadın olmuşdu. Bu qadın şəhərləri dolaşır, cavanlarla toplanar və özünə məxsus yolla onları Babiyə hərəkatına dəvət edərdi. Hollywood filmlərindəki kimi, yalnız zərif cinsin ardınca gedirlər. O insanlara istixarə ilə dəlil gətirərdi. Yəni Quranı açar, əgər yaxşı ayə gələrdisə, mənə tabe olun deyərdi. Əgər pis ayə gələrdisə, məni boş verin deməz. Sizin niyyətiniz saf deyildi, niyyətinizi saflaşdırın deyər və yenidən istixarə edərdi. Bəzən də sizin yuxunuza gələcəyəm ki, mənim doğru olduğumu təsdiq edəsiz deyərdi. Yaxşı, hazırlaşın gələcəyəm ha. Təbii ki, o yuxumuza buyuracaqsan. Axı sən bizi sənin haqda düşünməyə vadar etmisən. Bir müddət sonra o yeni bir dalğa meydana gətirib, mən Mehdiyəm dedi. Bu da dəccalların tədricən qalxıb enən yazılmış iddia markasıdır. Çünki o doymur, daha çox xəyallar və ləqəblər istəyir. Madam ki həyat eynidir, aqibət də məlumdur. Mühüm olan budur ki, o Zuhur teatrının eskizini cızmağa başladı. Məkkəyə səfər etdi ki, zuhurunu Aşura günü Məkkənin hərəmindən elan etsin. Bundan öncə Xorasan şəhərində yaşayan dostu Molla Buşravə ilə də anlaşdı. Əsas odur ki, Xorasandan çıxsın. Buna görə Rusiyanın Xorasandakı səfiri ilə razılığa gəldi. Rusiyanın Xorasandakı səfiri Prinz Dazgoridir. Tarix boyu hövzə alimləri Xorasandakı rusları işğal edərdilər. Bu da sənə Rusiyanın mövqeyini izah edir. Onların Babiyə hərəkatını bir müddət nə üçün dəstəklədiklərini izah edir. Əlbəttə ki, bütün dövlət gücləri və onların agentura cihazları yüksək proqramlarla işləyir. Yəni, əgər hərəsi bir neçə əqidə qruplaşması təsis etməyi bacararsa, onları lazım olduqda bir yarpaq kimi istifadə etməyə nə mane ola bilər? Əsas odur ki, bizim bu teatrımız yarımçıq bitdi. Çünki o, Yəməndən çıxacaq bir Yəmənini tapa bilmədi. Ən azı, həmin vaxtlar insanlara gün kimi aydın idi ki, Yəməni Yəməndən çıxacaqdı. Lakin indi isə biri Bəsrədən, biri Orta Fəraddan, biri Livandan çıxır. Sonrası haradan çıxacaq? Allah bilir. Nəticə etibarilə din alimlərinin cəhdi və insanların dərrakəli olduqları sayəsində teatr fiyaskoya uğradı. O da İrana qayıtdı. Şirazın valisi tərəfindən məhkəməsi oldu. Onu ayaqlarından asdılar, vurdular və o da uca səslə belə deyirdi. Mənim sözlərimə inananlara Allah lənət eləsin. Ah, öldüm. Keçmiş elan vasitələri belə idi ki, birini ulağa tərsinə mindirər və onu bu halda bazarlarda gəzidirərdilər ki, insanlar görsünlər, belələrindən ehtiyat etsinlər. Bu da eyni ilə indiki zamanda Facebookda yayımlanan yazılar kimidir. Əli Muhəmməd Şiraz həbsxanasında 3 ay qaldı. İsfahanın valisi ondan və davamçılarından istifadə etməyə çalışdı və onu İsfahana qaçırdı. O da orada ulağı və həbsxananı unudub daha böyük səs-küy yaratdı. Hətta peyğəmbərlikdə iddia etdi. Quranın əvəzi kimi Əl-Bəyan adlı kitab yazdı. Bu kitaba əsasən Rəhman surəsində məqsəd o olmuşdur. Yəni, Ər-Rəhmən, Əlləməl Quran, Xalaqal İnsan, Əlləməhul Bəyan. Rəhman surəsi 1, 2, 3, 4 ayələr. Adəti üzrə dəccalların kitabları imla və qrammatik baxımdan gülünc səhvlərlə dolu olur. Davamçıları da bunun ilahi elmlərdən qeyri-adi bir şey olduğunu hesab edirlər. Hansı ki, bəşəriyyət onu anlamaqda acizdirlər. İsfahan şəhərində hövzə və alimlər vardı ki, insanlara İsfahan hökuməti tərəfindən dəstəklənən bu başıboşun dəccallığını izah edirdilər. Ona belə sual verdilər. Sən ibadətlərində müqəllidsən? O da belə cavab verdi. Təqlid siz hövzə tələbələri üçündür. Hansı ki, bununla cəmaatı aldadırsınız. Mənim varlığım isə kainatda bütün şeyləri əhatə etmişdir. Elə bu hekayət əsasında da Əli Muhəmməd Allahlıq iddiası mərhələsinə çatdı. Onun da halı Şilmiğaninin, Həllacın və digərlərinin halı kimi oldu. Məsələ İran hökmdarı Nəsrəddin Şahın əmri ilə Şiraz qapısında edam edilməklə bitdi. Bu da dini qorumaq üçün deyildi. İranı təhdid edən real təhlükə səbəbindən idi. Əcnəbi səfirlərin bu qruplaşma yolu ilə İrana daxil olmalarından qorxduğu üçün idi. Bu firqənin bəzi dəstələri Zəncan, Mazandaran və digər şəhərlərdə ayağa qalxdılar. Günahsız insanlara qarşı vəhşi cinayətlər törətdilər. O, edam edilməzdən əvvəl həbsxanada davamçılarından 2 qardaş olan 2 nəfərə vəsiyyət yazmışdı.
Onlardan birincisi Əl-Əzəl ləqəbli Yəhya Nuri, digəri isə Əl-Baha ləqəbli Hüseyn Əli Nuri idi. Babinin edamından sonra bu iki qardaşın azad edilməsi üçün Britaniya səfirliyi vasitəçilik etdi və hər ikisini Bağdada apardılar. Bağdaddan da Kiprə apardılar. Adəti üzrə bütün yolunu azmış cərəyanlar parçalandığı kimi bu ikisi də parçalandılar. Bəha ləqəbli Hüseyn Əli Nuri Bəhai məzhəbini təsis etdi, hansı ki indiyə qədər mövcud. Növbəti saxta din oğrusu, Mövləviyyə qruplaşması. Bu qruplaşmanı İraqda Səddam rejimi süqut etdikdən sonra Babil əyalətindən olan bir nəfər təsis etmişdi. Sonra o özünə digər əyalətlərdən davamçılar tapdı və bu qruplaşma 2007-ci ildə ən yüksək zirvəsinə yetişdi. Bununla da bir tərəfdən tayfa qətliamları, digər tərəfdən isə Məhdəviyyə hərəkatı meydana gəldi. Bu qruplaşma Mövləviyyə adlandırıldı. Çünki kim öz ətrafına davamçı yığarsa, Mövla adlanar və kim aldanıb onun ardınca gedərsə, Muvali adlanar. Mövla sadə mədəniyyəti olan kəsləri hədəf alır və onları inandırır ki, həqiqətən də onu xüsusən Məhdi özü göndərib. Onların özlərinə məxsus adət və ayinləri vardır ki, bunları miskin muvaliyə vacib edirlər. Bunlar quru çörək yemək və ət yeməti haram etmək, ümumi ziyarət vaxtlarından kənar və insanlardan uzaq halda ayağı yalın Kərbəlaya getmək, piyada getdiyi günlərdə vasitəçi hesab etdikləri Seyyidin evində gecələmək, elmi hövzələrdən və dini mərcələrdən bəraət almaq. Çünki bu ikisi onlara görə İmam Məhdinin dünşəlləridirlər. Elə buna görə də bu qruplaşma gizlində davam etməlidir. Bu qruplaşmanın Bağdadda və digər əyalətlərdə də davamçıları vardır. Bəzi izləyicilər 2017-ci ildə Ərbəyin ziyarətini tərk etmək şübhəsinin səbəbkarının bu qruplaşmanın Əhmər İsmail Kati Əl-Yamani qruplaşmasının olduğunu hesab edirlər. Əl-Qəhtani cəmaatı. Bu qruplaşmanın təsisçisi Heydər Müşəddət adlı biridir. 1976-cı ildə İraqın Əl-Əmarə şəhərində anadan olub. O özünə Əbu Abdullah Hüseyn Əl-Qəhtani ləqəbi vermişdi və iddia etmişdir ki, həqiqətən də o İmam Məhdinin vəziridir. Ona ilham verən və ən yaxın dostu Əhməd İsmail Kati olmuşdu. Onların hər ikisi 1999-cu ildə eyni vaxtda Əbu Qarib həbsxanasında həbsə atıldılar. Bu iki dost elmi hövzəyə qarşı düşmən mövqeyi tutan və mərcəyi təqlidlərə nifrət bəsləyən bir toplumu ətrafına toplamışlar. Hər ikisi sehirbazlıq və digər üslublarla ətraflarına davamçılar toplamış. Sonra hər ikisi Muhammed Əs-Sərxi və digərləri ilə birgə İraqda Səddam rejimi süqut etməzdən əvvəl azdığa buraxıldılar. Heydər Müşəddət bidətini yaymaq üçün İrana səfər etdi. Lakin o orada həbs edilərək İraqa deportasiya edildi. Heydər Müşəddətlə Əhməd İsmail arasında həddən artıq anlaşılmamazlıq meydana gəldi. Bu da qarşılıqlı çirkin əməllərə gətirib çıxardı. Bağdadda atəş açılmaqla Əl-Qahtaniyə sui-qəsd edildi. Əhməd İsmail Kati də bu hadisəni özünün doğrusu olduğuna bir dəlil hesab etdi. Çünki Allahın qəzəbi onun düşməninə nazil olmuşdu. Əl-Qaxtaninin davamçıları hesab edirlər ki, o öldürülməsinə baxmayaraq İmam Mehdinin vəziri olaraq qalır və müqəddəs zuhur zamanı o da həyata qayıdacaqdı. Növbəti saxtakarlar İmam Rəbani hərəkatı. Bu hərəkatı Fazil Əbdülhüseyn Əl-Marsumi tərəfindən İraqda, Diyallada, sonra da Bağdadda təsis etmişdi. 2007-ci ildə meydana gəlmişdi. O, özünə İmam Rəbbani ləqəbi vermişdi. O işğalçı, Amerika silahlı qüvvələri ilə sıx əlaqələr bağlayır. Əl-Marsumi hesab edir ki, hər zamanın qaim məhdisi vardı və o da bu zamanın qaim məhdisidir. İmam Rəbbani 2009-cu ildə Diyallada həbs edildi. Sonra isə hər hansı bir silahlı əməllərdə iştirak etməsi sübuta yetmədiyi üçün azadlığa buraxıldı. Əl-Mərsumi nəfsini saflaşdırmaq və savaşda qalması səbəbindən hövzələrin və əmmaməllərin, necə ki özü bunu belə adlandırmışdı, haqq yolunu görmədiklərini söyləmişdi. O iddia edir ki, həqiqətən də Allahın səfiridir, hansı ki göylərin və yerin hökmranlığını ona vermişdi. O, Əd-Dai partiyası təsis etmiş və 2018-ci ildə parlament seçkilərində iştirak etmişdi. Lakin göylərin və yerin hökmranlıq sahibi parlamentdə heç bir yer qazana bilməmişdi. İndi isə əziz dostlar, dinin oğruları silsiləsindəki seçdiyimiz nümunələrdən son ikisinə gələk. Hansı ki, onlarla belə nümunələr meydana gəlmiş və gələcəkdə də meydana gələcəkdir. Altıncısı Ziya Əbdüz-Zuhra Əl-Kəravidir. Ona qazilərin yumruğu əqəbi verilmişdir. Xeyr, adı nə idi onun? Xatırladım, Göyün qazisi. 1967-ci ildə anadan olub. Gözəl Fənlər Akademiyasının musiqi fakültəsini bitirib. Onun nə dinlə, nə də İmam Məhdi ilə heç bir elmi əlaqəsi yoxdur. Hollandiyada yaşayan dostlardan biri Orta Şərq qəzetində belə yazır. O, udu əlində tutar, bizim üçün mahnı çalar və məşhur müğənni olacağam deyərdi. Lakin Səddamın iman həmləsinin bərəkəti ilə 90-larda Ziya Əl-Kəravi Peyğəmbərə salavat çevirir, pəhrizkar və təqvalı olur.
1994-cü ildə bir neçə dövlətə səfər edir. İraqa qayıtdıqdan sonra Nəcəfin şimalındakı zərgəşt əkin sahələrini almaq istəyir. Beləliklə də cəmaatı başına toplayır və Bəəz hökumətinin nəzarəti altında Cundus Səma hərəkatını təsis edir. Əl-Kəravinin xurafatları bütün təsəvvürləri aşır. Belə ki, deyirdi ki, həqiqi Məhdi mənəm. Adım da Əli ibn Əbu Talibdir. Yəni Həsən və Hüseynin qardaşı. Biz bunu necə başa düşək? Qazilərin yumruğu deyir ki, Cəbrail İmam Əlidən bir nütfə və Zəhradan bir yumurtalıq götürüb göydə mənim üçün saxladı. Əstəğfirullah. İlahi, bu sözü nəql etməyiz üçün bizi cəzalandırma. Görün bu cahillər hara gəlib çatıblar ki, belə bir müsibətə inanırlar. Güya ki, 1967-ci ildə Cəbrail həmin yumurtalığı Həci xanımın Ziyanın anasının rəhmində əkir və Ziya dünyaya gəlir. 2006-cı ildə o Hindistana səfər edir. Qaydandan sonra cəmaatı toplamağa başlayır. Onlar üçün keçi kəsir və bişirir. Lakin yeməyi qadağan edir və birinə deyir ki, sənin yuxuna gələcəm. Gərək ki, mənə iman gətirəsən. Bu da eyni ilə Əli Muhammədin Babın məsələsi kimidir. Elə həmin ildə də xurafatlarla dolu Qazi Səma kitabını paylayır. Elə eyni ilə Əli Muhammədin Babın məsələsi kimi. Harda paylayır? Nəcəf şəhərində onun Əbu Əli Əş-Şeybani adlı bir yaxın dostu vardı. O, Şəhrəzad televiziya kanalı vasitəsilə davamlı olaraq danışır və İmam Mehdinin zühurunun yaxın olduğuna işarə edərdi. 2007-ci ildə Aşura günü Nəcəfə hücum planı hazırlanması, İmam Əlinin hərəminin işğal ediləcəyi və müqəddəs zuhurun elan ediləcəyi barəsində dövlətə məlumat yetişir. Habelə məryəci təqlidlərin qətlə yetiriləcəyi barəsində. Buna görə də dövlət qabaqcadan zərbə endirmək qərarına gəlir. Zərqaya məhdud sayda ordu göndərir, lakin orada alovun artmasının və Səma ordusunun müasir silahlarla təmin edilmələrindən dəhşətə gəlirlər. 2 gün mübarizə apardıqdan sonra hərbi təyyarələr ora daxil olur və Ziya Kəravinin davamçılarından 260 nəfəri öldürür. Beləliklə də savaş hökumətin bostanlar arasında savaşan kamil bir ordu ilə üz-üzə gəlməsi ilə bitir. Hansı ki, uzun-uzadı bir savaşı idarə edəcək və Nəcəf şəhərini tamamilə darmadağın edəcək qədər gücü vardı. 7-cisi, Paltalqın imamı Əhməd İsmail Əl-Katidir. Bu gözəl inkar edən olub. Belə ki, Bəsrə Universitetinin Həndəsə fakültəsini bitirdikdən sonra buna ehtiyacım yoxdur deyib, sonra Nəcəf hövzəsində təhsil almaq üçün səfərə çıxıb və yenə də buna ehtiyacım yoxdur deyib. Nəysə, Səddamın imamiyyə həmləsi zamanı Nəcəfə daxil olur. Səddam süqut etməzdən əvvəl elan etdi ki, dostu Heydər Müşəddətə vəd edilən Yamaninin olması barəsində kömək etmişdir. Nəcəf şəhəri ondan əvvəlkinə nisbətən yeni bir şey görürlər. Belə ki, bəziləri bizim kitablarda mövcud olan rəvayəti dəlil gətirir və onu vəsiyyət rəvayəti adlandırırlar. Bunları dinləyən elə bilər ki, hədis kitablarına vəsiyyət elə budur. Lakin bizdə özündə vəsiyyəti əks etdirən yüzlərlə rəvayətlər vardır. Əgər onlardan nə əcəb elə bu vəsiyyətə diqqət çəkirsiniz və başqasına diqqət çəkmirsiniz. Kati də istixarə ilə məşğul olurdu, elə ki pis gələrdi, deyərdi ki, niyyətini saflaşdır, sonra gəl. Katinin tərəfdarları sadə insanları Ali Muhammed sözü ilə aldadılar. Sənin üçün mövzuya aid olmayan çoxlu sayda rəvayətlər gətirirlər. Bəs desən ki, burada əlaqə nədir? Sənin üzləşəcəyin ilk cümlə bu olacaqdır. Sən indi Ali Muhammedin rəvayətini vurmaq istəyirsən. Sən Ali Muhammedin sözlərini qəbul etmək istəmirsən. Beləliklə də onların əzəmətli rəvayəti dəccallarına əlinə keçir. Əhməd Həsən. İmam Məhdinin bütün insanlara göndərdiyi, Cəbrailin dəstəklədiyi, Mikailin arxa dayaq olduğu, İsrafilin kömək etdiyi elçisi və canişini, bəzisi, digər bəzisinin nəslindən olan övladlar. Bu ləqəblərdən aydın olur ki, o özünü İmam Məhdi elan edir. Deyir ki, mənə başdan xarab deyin və gözləyin. Xüsusən də son vaxtlarda özünə daha bir ləqəb, qaim ləqəbi əlavə etdi və imam üçün heç nə buraxmadı. Qəribədir ki, bütün bu ləqəblər gərək ki, yer üzünü haqq və ədalətlə doldursun. Ancaq ortada bir şey olmadı. Onun da tərəfdarları öz aralarında parçalandılar. Elə digər azğın hərəkatlar kimi. Bir neçə il əvvəl Heydər Müşəddət bizdən ayrıldı və özünü Əl-Qəhdani adlandırdı. Elan etdi ki, Kati Dəccaldır və onun Yamani olması aralarındakı razılıq əsasında olmuşdur. Qalanları da növbəti illərdə 2 dəstəyə parçalandılar. Bir dəstə Nəcəf dəftərxanasında Həsən Əl-Həmmamın başçılığı altına keçdi, digər dəstə isə Avropada Qara bayraqlılar dəstəsi yaratdı. Hal-hazırda da bu dəstə Avropa, hətta Azərbaycanda belə öz təbliğatlarını aparır. Bunların ideologiyaları isə ümumiyyətlə dindən və insanlıqdan uzaq iyrənc mövzuları ilə doludur. Bununla da sənədli filmimizi tamamlamaq istərdik.
Bu saxtakarlar barədə Az313 News saytımızın məqalələr bölməsindən kifayət qədər məlumatlar əldə edə bilərsiniz.